Esselamu aleykum. Hörmətli izləyicilər, sabunun formaları süzülməsinə göstərmək istəyirəm. Oğlum məni çəkməyə kömək eləyir. Buradakilər otların təbii, güldən, lavrolisdən, boyaq otudan, həvəcüvədən eləyən nastoykalardır. Rənglərinə görə təbii sabuna qatılır. Bu biz elədik. Bu gözəl güldən və bal limon ətri olacaq. Bu isə lavrolislə onun nastoykasında olunan və nanə cövhərli sabunumuz olacaq. Bu hazır sabunumuz maroskada qoyulur, soyuducuda və istəyən vaxtında çıxarır. Buna biraz çatmadı. Sonra qırmızıdan eləyəcəm. 2 rəng alsın deyə. Və orada soyuducuda qoyandan sonra biz çıxarırıq. Çörkadan keçirib onu təzədən bu nastoykaların içində qaynadırıq. Qaynadıqca da həm gözəl rəng, həm keyfiyyətli, həm də bakteriyalar götürmək üçün belə təbii sabunumuz alınır. Bir şeylə diqqətinizə gətirmək istəyirəm ki, bu sabunlardan biraz fərqlidir. Bu bizim siz bilən kimi xəzər mılı kimi seçilir. Burada biraz otlar olduğuna görə biraz yaşıl var idi. Zeytun rənginə biraz oxşuyur. Bu xəzər bu çox gözəl ləkələr aparır. Yumaq da olur bundan bədən, çünki bu təbiidir. Ancaq bunun da o biri sabunun fərqi biraz var. Bu həm ağır, həm gec qutarır, həm də duzlar, gliserinlər, külün suyu bunda qaldıqda bu ləkələr üçün çox gözəl effekt verir. Bunlar isə ətirli sabun sayılır. Bir də izləyicilər, mən demək istəyirəm ki, bu yaxınlarda iyun ayında bizim şampunumuz ərsəyə gələcək. Bir də ki, Diktarni sabun. Kim zakaz vermək istəyirsiniz, əvvəlcədən yazsınlar. Çünki Diktarni sabunumuz az olacaq, az miqdarda olacaq. Təbii dioqat gətiriləcək Rusiyadan. Biryozanın dioqatı, o burada olan sabunlar ona heç oxşamır, heç yoxdur da. Ona görə də kimin dəridə əməlli başlı yaralar, problemləri varsa, Diktarni mılı çox onlara kömək eləyəcək və özünüz də internetdən araşdırıb baxa bilərsiniz. Şampunda olacaq, çünki təbii yağlardan hazırlanmış şampun dəriyi qıcıqlandırmayacaq, yaxşı bol köpük eləyəcək və təbii olduğuna görə da özünüz bilirsiniz ki, təbii olduğuna görə nə qədər dəriyə xeyri olar, ziyanı olmaz. Sağ olun diqqətinizə görə.